Salam, hər vaxtınız xeyir olsun. Gəlin sizinlə birlikdə dövrü qanun mövzusunun izahına diqqətlə qulaq asaq. Deməli, dövrü qanun, dövrü sistem cədvəli. Dövrü sistem cədvəli dedikdə nəyi nəzərdə tuturuq? Mendeleyev cədvəlini. Mendeleyev cədvəlində 118 element var. Bu 118 elementin 22'si qeyri-metal, yerdə qalanlar isə metallardır. Deməli, necə oldu? 118 elementimiz var, 22'si qeyri-metal, yerdə qalanlar isə metallardır. Mendeleyevin dövrü sistem cədvəlində 8 qrup, 7 dövr var. Biz dövr dedikdə soldan sağa gedişi nəzərdə tuturuq. Qrup dedikdə isə yuxarıdan aşağı gedişatı nəzərdə tuturuq. Qrupumuz isə iki yarım qrupa bölünür. Əsas yarım qrup A və əlavə yarım qrup B yarım qrupu. Deməli, hər qrup özü də iki yarım qrupa bölünür. A əsas, B əlavə. Dövrümüz isə 1, 2 və 3-cü dövrlər kiçik dövrlər adlanır. Yerdə qalan 4, 5, 6 və 7-ci dövrlər isə böyük dövrlər adlanır. Biz 7-ci dövrə həmçinin tamamlanmamış və yaxud da yarımçıq dövrdə deyirik. Səbəb isə odur ki, yeni bir element kəşf olunarsa, 7-ci dövrdə qeyd olunacaq. Buna görə də həmin dövr tamamlanmamış dövr adlandırırıq. Dövrü sistem cədvəlində 4 növ element var. S elementi, P elementi, D elementi və F elementi. Diqqətlə fikir versəniz, dövrü sistem cədvəlində kənar bir hissədə zaten o qeyd olunmuşdur. Rənglərinə görə S, P, D və F elementlərini ayırt edirlər. S elementi qırmızı rənglə, P elementi sarı rənglə, D elementi göy rənglə göstərilir dövrü sistem cədvəlində. Və S elementi adətən birinci, ikinci əsas yarım qrup elementləri, 3, 4, 5, 6, 7 və 8-in əsas yarım qrup elementləri P elementləridir və sarı rənglə göstərilir. Bütün əlavə yarım qruplar isə D yarım qrupunda, daha doğrusu D elementlərdir. Yəni siz cədvəldə gördüyünüz göy rənglə verilmiş bütün elementlər D elementlərdir. Yəni əlavə yarım qrup elementlərdir. F elementləri isə o qədər də belə deyim, yəni bizə o qədər də vacib deyil. Ona görə də bunları bilməsək də olur. Daha sonra deməli, dövrü sistem cədvəlində 1, 2 və 3-cü qrupun əsas yarım qrup elementləri, yəni A, bunlar hamısı metallardır. Yerdə qalanlar isə qeyri-metallardır. Sonra görək bu qrupların bəzilərinin adları da var. 1, 2, 6 və 7, 8. Bunların adları. Deməli, baxaq. Birinci qrupun əsas yarım qrupuna biz qələvi metal deyirik. Qələvi metallar. Qələvi metal. Sonra ikinci qrupun əsas yarım qrupuna isə biz qələvi torpaq metallar deyirik. Qələvi torpaq. Daha sonra 6-cı qrup. Bəli, 6-cı qrup. 6-cı qrupa biz xalkogenlər deyirik. Xalkogen. Qrup deyəndə nəyi nəzərdə tuturdum? Yuxarıdan aşağı gedişatı. 7-ci qrupa, 7-ci qrupun əsas yarım qrupuna daha doğrusu biz deyirik halogenlər, halogen. 8-ci qrupa isə 8A təsirsiz qazlar deyəcəyik. Təsirsiz qaz. Əsas yarım qrup deyəndə göy rənglə verilmiş elementləri orada qeyd eləməyəcəm. Təsirsiz qaz və yaxud da nəcib qaz da bunlara deyilir. Nəcib. Məsələn, qrupun gedişatını da burada göstərim. Bu arada onu da qeyd edim ki, halogen sözünün mənası duz çıxaran deməkdir. Məsələn, 8-ci qrup təsirsiz qaz. Və mən qrup deyəndə hansı gedişatı nəzərdə tuturam? Dövrü sistem cədvəlinə yuxarıdan aşağıya doğru baxırsınız. Helium, neon,
argon, kripton, ksenon və radon olacaq. Yəni ki, gördüyünüz kimi yuxarıdan aşağı gəlmək bizə onun qrup olduğunu göstərir. Amma bu şəkildə sıralamada getsəydik, bax bu şəkildə, bu olacaqdı dövr. Amma belə gəlişi nəzərdə tuturamsa, bu olacaq qrup. Deməli, bunlar belə. Sonra keçək orbitallara. Bayaq mən elementləri dedim ki, 4 növ element var. S elementi, P elementi, D elementi və F elementi. Bu S, P, D, E bizə orbitalların adından gəlmişdir. Orbital nədir? Gəlin görək, neçə növ orbitalımız var və orbital deyəndə nəyi nəzərdə tuturam? Mən orbital deyəndə xananı, yəni bu kvadratı nəzərdə tutacağım. 4 növ orbitalım var. S, P, D və F orbitalı. S-in bir dənə orbitalı var. Yəni bir dənə xanası var. P-nin isə 3 dənə orbitalı var. 3 orbital. D-nin 5 dənə orbitalı. 1, 2, 3, 4 və 5. F-in isə 7 dənə orbitalı var. 1, 2, 3, 4, 5, 6, bu da 7. F-in 7 dənə orbitalı var. Və biz bilməliyik ki, bir orbital maksimum 2 elektron tutacaq. Maksimum 2 elektron. Yəni, hər xanada 2 elektron göstərə bilərəm. Və elektronların işarəsi isə orbitallarda yuxarı aşağı oxlarla göstərilir. Yuxarı aşağı olması isə onların əks istiqamətli, yəni əks spinli olmasını göstərir. Deməli, dedik ki, S-də bir orbital var və bir orbitalda maksimum 2 elektron yerləşirsə, burada deməli 2 elektronu bu şəkildə yerləşdirəcəm. Biri yuxarı, digəri aşağı. Demək, S-in maksimum 2 elektronu var. Və yaxud elektron sayını necə taparıq? Orbitalı 2-yə vuracaq. S-də 2 dənə, P-də 3 orbital varsa 6 elektron olacaq. D-nin 5 dənə orbitalı varsa 10 dənə elektron. F-in 7 orbitalı varsa, deməli 14 dənə elektronu var. Bəs bu elektronlar orbitalda necə dolacaq? Baxın, buna diqqət edək, burada diqqətli olaq. Məsələn, tutalım ki, D orbitalı verilibdir mənə və deyir ki, D orbitalında 8 elektronu yerləşdirsən. Mən bilirəm ki, D-nin maksimum 10 elektron olur. Maksimum nə deməkdir? Yəni, ən çox. Bu o deməkdir ki, yəni ondan az ola bilər, amma ondan çox ola bilməz. İndi gəlin bu 8 elektronu biz D orbitalında yerləşdirək. Bu elektronların orbitalda yerləşdirməsinin qaydası belə olacaq ki, elektronu əvvəlcə tək-tək düzürəm, yəni bir istiqamətdə. Daha sonra cüt şəkildə düzməyə başlayıram. Deməli, bu 8 elektronu 1, 2, 3, 4, 5. Sonra cüt şəkildə düzməyə keçirəm. 8-ə çatana qədər. 6, 7 və 8. Deməli, burada 8 elektronu əvvəlcə tək-tək, sonra cüt şəkildə düzməyə başlayıram. Və bu şəkildə düzülüşdə bir şey də diqqətimizi çəkir ki, burada 2 elektronum tək qaldı. Bax, bu 2 tək elektron bizə nəyi göstərir? Tək elektron adətən valent elektronu da deyirik biz ona. Yəni, bu element 2 tək elektronu olduğu üçün, deməli, 2 valentli olacaq. Bax, biz bunu da təyin eləmiş olduq. Və bizdən çox vaxt cütləşməmiş elektronu və yaxud tək elektronu soruşursa, bu şəkildə düzülüşdə tək qalanlar götürəcəyik. Bu digər 3 isə 3 cüt. Bunlar cütləşmiş elektronlardır. Sonra biz baxaq orbitallar üzrə, daha sonra isə, daha doğrusu orbitallarda elektronların dolmasının ardıcıllığı var. Bunun üçün öncə nəyi bilməliyik? Biz öncə yarım təbəqələri bilməliyik. Yarım təbəqə deyəndə, yəni dövrü nəzərdə tuturam. Birinci dövrümdə ancaq S olacaq. Birinci dövr bağlandı. İşimiz bitdi birinci dövrlə. Sonra keçirəm, başlayır ikinci dövr. İkinci dövrdə həm S var, həm P var. Burada da artıq işimiz bitdi. Keçdi üçüncü dövrə. Üçüncü dövrdə S var, P var və D var. Daha sonra dördüncü dövrdə artıq
D də daxil, daha doğrusu F də bura daxil olacaq. Və bunların ardıcılığı da elə bax bu şəkildə də düzülür. 1S, 2S, 2P, 3S, 3P, 3D, sonra gəlir 4S, 4P, 4D, 4F. Amma burada bir məqam var. Biz həmişə elektronları düzdükdə, elektronları payladıqda, bunların hərəsində neçə elektron var bilirik də. Məsələn, S-də neçə elektron var? 2. Deməli, burada S-in üstünə 2 yaza bilərəm. Elektronlar, bax, bu orbitalların üstündə yazılacaq. Burada da yenə S-də 2, P-də 6, S-də 2, P-də 6, D-də 10. Amma bir məqam var ki, mən 3D-ni yazıram, boş saxlayıram. Birinci 4S-i doldururam. S neçə olur? 2. Sonra D-yə qayıdıram. Birinci 4S, sonra 3D. Bu isə onların, belə deyim, elektron sıçrayışı nəticəsində baş verir. Sanki S daha tez özünü atır ortaya, öz elektron payını götürür, yerdə qalanlar D-yə qalır. D burada